əməl-i salih insanlar ilə oturub durub yoldaşlıq eləmək. Həqiqətən də salih dostlar olduqca mühümdür. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, dünya işində özünüzdən aşağı olana baxın, nə qədər nemət içərisində, fəzilət içərisində olduğunuzu dərk edəcəksiniz. Ahirət işlərində, ibadətlərdə isə özünüzdən yuxarı olana baxın. O zaman ona baxıb özünüzü düzəldəcəksiniz. Necə əyri nöqsanlar varsa ona baxıb özünüzü düzəldəcəksiniz. Kişi dostunun dini üzərədir. Kiminlə oturub dursan, sən deyil olasın. Yaxşı dostun məsəli, ətirçinin məsəli kimidir. Ətirçi ilə oturub dursan, ya səndən ətir gələcək, ya da sənə bir ətir hədiyyə edəcək. Amma pis dostun məsəli, kömürçünün məsəli kimidir. Ya üstün onun yanında hesab asa iyi gələcək, ya da ona bulaşasın. Qiyamət günü insanın ən çox peşmançılıq duyduğu şeylərdən biri də yaxşı insanlar ilə dostluq etməməsi olacaq. Allah Teala buyurur ki, o gün zalim kişi əlin salıb ağzına barmağını dişləyəcək və deyəcək ki, kaş mən filan kəslə oturub durmayaydım. O məni haqq yoldan uzaqlaşdırdı. O məni doğru yoldan çəkindirdi.